Qulaq as, o Vidadi kimdir ki belə? Görürəm onunla yaxınlıq eləyirsən, taytuşundur. Yox, iki kişidir. Məndən çox böyükdür. Hə? Yaxşı. Onun nömrəsini ver mənə. Neyinirsən ki? Hə, bir təşəkkür eləyim də. Şəmsini vuran əlini sıxım. Yaz onun nömrəsini bura. Verim də, niyə verməyim? Sən onu hardan tanıyırsan? Rayondan. Yerimizdir. Bilirsən nə oğlandı ata? O vaxt Şəmsinin söhbətini eləyəndə dedim, polis bilsə pis olmaz. Yazdım. Yaxşı, sən deyəndə bəs o nə dedi? Dedi, hamısı mənlikdir. Səndən böyükdür. Neçə yaşı var? Nə deyim ayda? 45, 48. Yekə kişidir ki. Bilirsən necə sözü bütöv adamdır? Mənə dedi ki, sənin anan mənim anam. Döyərəm, o yana da keçərəm. Gözündə qorxu zad yoxdur. Yaxşı, səndən bu qədər böyükdür. Nə əcəb səndən belə yaxınlıq eləyir? Bugün görüşə mən çağırmışdım ata. Məsləhət almaq istəyirdim. Mənə elə bir gözəl yol göstərdi ki... Nə yol? İş barəsində danışdım. İşimiz yoxdur axı. Soruşdum, Vidadi, nə işlə məşğul olmaq olar? Mayası az olan elə qəşəng bir iş təklif elədi ki, riski zadı da yoxdur. Yəni, elə işdir ki, maya bata bilməz. Mayası nə qədərdir ki? Bizdən ötürü elə böyük pul deyil ata. Qurban olun, nə olar həyata? İmkan verin, mən də özümü iş qurum da, laçın kimi. Sən də heç işləmə. Oturanla ilə evdə keyf eləyin. Biraz iş görüm, 5-10 manat qazanım. Sonra da xeyir duasını verərsən, işi böyüdərəm. Yox, mayası nə qədərdir? 200-250 min. Köpay oğlu, sən mayası 250 min olan iş görən zibilsən?